Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında təlimata dəyişiklik edilib. Bununla bağlı Daxili İşlər Nazirliyi qərar verib. Qərara əsasən, sürücülük vəsiqəsində nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində və nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar elektron hökumət informasiya sistemi üzərindən təqdim edilə bilər. Bu sənədlərdə göstərilən məlumatların elektron hökumət informasiya sistemi üzərindən təqdim edilməsi həmin sənədlərin təqdim olunmasına bərabər tutulur. Qərar qəbul edildiyi gündən 3 gün müddətində hüquqi aktların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə tapşırılıb ki, bu qərarın hüquqi aktların dövlət reyestrinə daxil edildikdən sonra 72 saat müddətində rəsmi dərc edilməsi üçün zəruri tədbirlər görülsün. Qərar Respublika Daxili İşlər orqanlarında elan ediləcək.